Salam. Bugün səninlə çox, necə deyim, fundamental bir mövzuya baxırıq. Torpaq. Hə, həqiqətən də əsas məsələlərdən biridir. Əlimizdəki mənbələr də birbaşa Azərbaycanın Torpaq məcəlləsindən çıxarışlardır. Gəl, yəni görək bu sənədlər nə deyir? Məqsədimiz anlamaqdır ki, Azərbaycanda torpaqdan kim, necə istifadə edə bilər, mülkiyyət formaları necədir, bu işlər ümumiyyətlə necə tənzimlənir? Elədir. Çünki torpaq, yəni hər şeyin əsasıdır da. Kənd təsərrüfatından tutmuş, yaşadığın evə qədər, hətta milli təhlükəsizliyə də aidiyyat var. Bəli, bəli. Deməli, bu məcəllə torpaq qanunvericiliyinin əsas hissəsidir, düzdür? Amma deyəsən hər şeyi əhatə etmir. Düzdür. Bax, məcəllənin özündə də deyilir, maddə 1-də, yerin təki, yəni faydalı qazıntılar, meşələr, sular, bunlar üçün ayrı qanunlar var. Bir də ələt azad iqtisadi zonası var, onun da öz xüsusi qaydaları mövcuddur. Anladım. Bəs məcəllənin əsas məqsədi nədir? Maddə 2-də yəqin ki, bu barədə deyilir. Hə, əsas məqsəd deməli, torpaq münasibətlərini tənzimləməkdir. Kimin hansı hüququ, hansı vəzifəsi var, bunu müəyyən etmək. Sonra torpaqdan səmərəli istifadəni, onun mühafizəsini təmin etmək. Çox vacib məqam, münbitliyi qorumaq, artırmaq, əgər torpaq korlanıbsa, onu bərpa etmək, yəni rekultivasiya. Yal onda əsas anlayışlara baxaq. Məsələn, torpaq münasibətləri deyəndə nə nəzərdə tutulur? Maddə 3-də var bu. Sadə dildə desək, bu dövlətin, bələdiyyələrin, hüquqi şəxslərin, yəni şirkətlərin, bir də fiziki şəxslərin, yəni bizim kimi vətəndaşların torpağa sahiblik, istifadə, sərəncam vermə, bir də dövlətin bu sahədəki idarə etməsi ilə bağlı bütün əlaqələridir. Bəs kimlər iştirakçı ola bilər? Məsələn, əcnəbilər. Deyəsən orada məhdudiyyətlər var idi. Maddə 48, bəli, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər də iştirak edə bilər, amma müəyyən məhdudiyyətlərlə. Məsələn, kənd təsərrüfatı torpağını onlar ancaq icarəyə götürə bilərlər, mülkiyyət olaraq yox. Aydındır. Bəs torpaq sahəsi nədir? Boş bir ərazi, maddə 4. Yox, elə deyil. Torpaq sahəsi, bax, dəqiq sərhədləri, ölçüləri, yeri, statusu müəyyən edilmiş bir ərazidir. Bütün bunlar kadastrda, yəni dövlət qeydiyyatı sənədlərində əks olunur. Hətta ünvanı da olur. Və bir də var bölünən, bölünməyən sahələr, minimum həddi var. Yaxşı, bəs mülkiyyət? Azərbaycanda torpaq kimə məxsus ola bilər? Maddə 5-ə baxaq. 3 əsas forma var. Dövlət, bələdiyyə və xüsusi mülkiyyət. Qanun deyir ki, hamısı bərabər hüquqludur və qorunur. Amma bir incə məqam var. Nədir o? Torpağa xüsusi mülkiyyət hüququ, yəni onu alıb satmaq hüququ yalnız Azərbaycan vətəndaşlarına və Azərbaycanın hüquqi şəxslərinə aiddir, əcnəbilərə yox. Maraqlıdır. İndi gələk idarə etməyə. Dövlətin səlahiyyətləri nədir bu sahədə? Maddə 6. Çoxdur deyəsən. Hə, dövlətin rolu böyükdür. Əsasən qanunvericiliyi təkmilləşdirir, normativ aktlar qəbul edir. Sonra kadastr, monitoring, yer quruluşu kimi işlərin qaydalarını müəyyən edir. Dövlət torpaqlarını verir, alır. Lazım gələndə xüsusi mülkiyyətdəki torpağı belə qanunla müəyyən edilmiş qaydada, məsələn, dövlət ehtiyacları üçün ala bilir. Özgəninkiləşdirmə deyilir də yəqin ona. Bəli, odur. Həmçinin torpaqları kateqoriyalara bölür, otlaqları istifadəyə verir, kənd təsərrüfatı torpaqlarının keyfiyyətini, şərti ballarını müəyyənləşdirir, dövlət proqramları hazırlayır, ekoloji ekspertiza keçirir, ümumi nəzarəti həyata keçirir, mübahisələri həll edir. Bir sözlə, strateji məsələlər. Naxçıvan Muxtar Respublikasının da öz səlahiyyətləri var deyəsən. Maddə 7. Əlbəttə, öz ərazisi daxilində müvafiq səlahiyyətləri həyata keçirir. Bəs bələdiyyələr, onlar nə iş görür? Maddə 8. Bələdiyyələr daha çox yerli səviyyədə fəaliyyət göstərir. Öz ərazilərindəki bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik edir, onlardan istifadə edir, sərəncam verir. Yəni onları vətəndaşlara, şirkətlərə, mülkiyyətə, istifadəyə, icarəyə verə bilirlər. Aha, məsələn, mənim yaşadığım rayonumdakı bələdiyyə kimi? Düzdür. Həmçinin yerli planlaşdırma, tikinti layihələrinin təşkili, icarə haqqının yığılması, lazım gələrsə torpağın geri alınması üçün məhkəmədə iddia qaldırmaq, torpaqların mühafizəsi proqramları, bunlar da onların işidir. Hətta torpaq sahəsinin minimum həddini də müəyyən edə bilərlər. Nəzarət edir, mübahisələri həll edir, yerli səviyyədə.
Belə çıxır ki, bütün torpaqlar vahid torpaq fondundadır və kateqoriyalara bölünüb. Maddə 9. Neçə kateqoriya var? Bəli, vahid torpaq fondu ölkənin bütün torpaqlarını əhatə edir. Əsas 7 kateqoriya var. Kənd təsərrüfatı torpaqları, yaşayış məntəqələrinin torpaqları, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar, xüsusi qorunan ərazilərin torpaqları, meşə fondu torpaqları, su fondu torpaqları və ehtiyat fondu torpaqları. Və hər birinin öz qaydası var yəqin. Maddə 10. Tamamilə doğru. Hər kateqoriyanın öz məqsədli təyinatı və hüquqi rejimi var. Yəni ondan necə istifadə etmək olar, hansı şərtlər var, bunlar müəyyən edilib. Maraqlı bir məqam. Əgər bir torpaq sahəsi üst-üstə düşən rejimlərə malikdirsə, daha ciddi, yəni daha çox məhdudiyyət qoyan rejim üstünlük təşkil edir. Gəl kənd təsərrüfatı torpaqlarına biraz daha detallı baxaq. Maddə 12, 13, 14. Bunlar nədir, necə istifadə olunur? Bu, ən vacib kateqoriyalardan biridir. Bura əkin sahələri, çox illik əkmələr, yəni bağlar, sonra örüşlər, otlaqlar, biçənəklər daxildir. Bunlar xüsusi qorunur. Əsasən kənd təsərrüfatı məhsulları istehsalı, emalı, elmi tədqiqat işləri üçün istifadə olunur. Orada tikinti aparmaq olar. Məsələn, fermer özünə ev tikə bilər. Maddə 13.1. Çox məhdudiyyətlərlə. Qanunda dəqiq göstərilib ki, hansı hallarda, hansı ölçüdə və hansı tikililəri icazə verilir. Ümumiyyətlə, kənd təsərrüfatı torpaqlarında əsaslı tikinti çox çətindir və ciddi əsaslandırma tələb edir. Kimlər bu torpaqları əldə edə bilər? Azərbaycan vətəndaşları və hüquqi şəxsləri həm mülkiyyətə, həm istifadəyə, həm də icarəyə götürə bilər. Amma əcnəbilər və vətəndaşlığı olmayanlar, bayaq dediyimiz kimi, yalnız icarə əsasında. Otlaqların isə xüsusi istifadə rejimi var, maddə 16. Onlar adətən ümumi istifadədə olur. Bəs şəhərlər, kəndlər, yaşayış məntəqələrinin torpaqları necə tənzimlənir? Maddə 18, 20. Bu şəhərlərin, qəsəbələrin, kəndlərin inzibati sərhədləri daxilindəki torpaqlardır. Onlar da öz növbəsində zonalara bölünür. Yaşayış zonası, ictimai işgüzar zona, ümumi istifadə yerləri, parklar, meydanlar, sənaye, nəqliyyat zonaları və s. Bütün istifadə baş plana uyğun olmalıdır. Şəhər ətrafı zonalar da var, maddə 21. Onların da öz rejimi var. Sonra sənaye, nəqliyyat, rabitə, müdafiə torpaqları gəlir. Maddə 22-23. Bəli, bunlar adından göründüyü kimi müvafiq zavodlar, yollar, dəmir yolları, hava limanları, rabitə xətləri, hərbi hissələr üçün ayrılmış torpaqlardır. Onların ətrafında təhlükəsizliyi təmin etmək üçün mühafizə zonaları yaradılır. Müdafiə təyinatlı torpaqlar isə yalnız və yalnız dövlət mülkiyyətində ola bilər. Xüsusi qorunan ərazilər də var idi. Qoruqlar, milli parklar. Maddə 24-29. Bunlar çox vacibdir. Təbiəti mühafizə, elmi, tarixi mədəni, sağlamlaşdırma, turizm və rekreasiya məqsədləri üçün ayrılmış, təsərrüfat dövriyyəsindən çıxarılmış torpaqlardır. Məsələn, təbii qoruqlar, maddə 26, sağlamlaşdırma yerləri, kurortlar, maddə 27, turizm zonaları, maddə 28 və ya tarixi mədəniyyət qoruqları, maddə 29. Qaldı meşə, su və ehtiyat fondları. Qısaca onlara da toxunaq, maddə 31, 32, 33. Meşə fondu torpaqları meşə təsərrüfatı üçün nəzərdə tutulub və onların alqı-satqısı özəlləşdirilməsi qadağandır, maddə 31. Su fondu torpaqları, çayların, göllərin, su anbarlarının və onların mühafizə zolaqlarının altındakı ərazilərdir, maddə 32. Ehtiyat fondu isə hələ ki heç kimə mülkiyyət və ya istifadəyə verilməmiş dövlət və bələdiyyə torpaqlarıdır, maddə 33. Bütün bu kateqoriyalar var, amma yəqin ki, onların qorunması da ayrıca tənzimlənir. Maddə 34. Əlbəttə. Torpaqların mühafizəsi məcəllənin əsas məqsədlərindən biridir. Bura nə daxildir? Torpaqdan səmərəli istifadə, xüsusilə dəyərli kənd təsərrüfatı torpaqlarının sıradan çıxmasının qarşısını almaq, torpaqları eroziyadan, şoranlaşmadan, bataqlıqlaşmadan, çirklənmədən qorumaq, münbitliyi bərpa etmək və artırmaq. Mülkiyyətçilərin, istifadəçilərin vəzifələri var yəqin bu sahədə. Onların birbaşa vəzifəsidir ki, öz torpaqlarını qorusunlar, ona zərər vurmasınlar, korlanmış torpaqları bərpa etsinlər. Məsələn, maddə 34.5.1-də birbaşa yazılıb ki, əkin yerlərinin yandırılması qadağandır. Bu çox ciddi pozuntudur.
Yeni obyektlər tikiləndə də mütləq torpağın münbit qatının qorunması tədbirləri görünməlidir. Bəs əgər torpaq artıq çirklənibsə, məsələn, radioaktiv və ya kimyəvi çirklənmə, maddə 36. Belə torpaqlar təhlükəlidir. Onlar kənd təsərrüfatı dövriyyəsindən çıxarılır və konservasiya edilir. Yəni xüsusi qaydada qorunur ki, zərərli maddələr yayılmasın. Geoloji proseslərə, məsələn, sürüşməyə məruz qalmış torpaqlar da bərpa edilənədək istifadədən çıxarılır. Maddə 37. Dövlət bütün bunlara necə nəzarət edir? Tənzimlənmə mexanizmləri nədir? Maddə 38-45. Dövlətin bir sıra alətləri var. Ümumi torpaq siyasətini həyata keçirir, qanunvericiliyə əməl olunmasına nəzarət edir. Maddə 44. Bunun üçün xüsusi icra hakimiyyəti orqanları var. Maddə 45. Sonra, dövlət torpaq kadastrını aparır, torpaqların monitorinqini, yəni vəziyyətinin izlənməsini həyata keçirir, yer quruluşu işləri aparır. Maddə 39-43. Bunlar torpaqdan istifadəni planlaşdırmaq və təşkil etmək üçündür. Həmçinin qanunsuz qərarları ləğv edə bilər, zərərin ödənilməsi üçün məhkəməyə müraciət edə bilər. Bəli, qanunsuz tikintilərin dayandırılması barədə təklif verə bilər. Bunlar hamısı dövlət tənzimlənməsi və nəzarəti funksiyalarına daxildir. Yaxşı, onda yekunlaşdıraq. Deyə bilərik ki, Azərbaycanın Torpaq Məcəlləsi həqiqətən də torpaq münasibətlərini çoxşaxəli, olduqca detallı şəkildə tənzimləyir. Mülkiyyət formaları, kateqoriyalar, hər birinin öz qaydası, idarə etmə səlahiyyətləri, mühafizə mexanizmləri, hamısı aydın göstərilib. Bəli, əhatəli bir sənəddir. Çalışır ki, bu qiymətli resursdan istifadə balanslı və davamlı olsun. Və sənin üçün, əziz dinləyici, bunun əhəmiyyəti odur ki, bu qaydalar birbaşa sənin həyatına toxunur. Yaşadığın evdən, bağındakı ağacdan, yediyin qidadan tutmuş, gəzintiyə çıxdığın parka qədər hər şey bu və ya digər şəkildə bu məcəllə ilə tənzimlənir. Bu əsasları bilmək, ətrafda baş verənləri, bəzən qəribə görünən məhdudiyyətləri və ya qaydaları daha yaxşı anlamağa kömək edir. Və sonda bir məqam barədə düşünməyə dəyər bəlkə də. Görəsən, bu qədər dəqiq müəyyən edilmiş, bəzən sərt görünən sistem, iqlim dəyişikliyi kimi qlobal gözlənilməz çağırışlar və ya deyək ki, torpaqdan tamamilə yeni, məcəllədə birbaşa nəzərdə tutulmayan üsullarla istifadəni təklif edən texnologiyalar qarşısında nə qədər çevik olacaq? Yəni, bu qaydaların gələcəyə uyğunlaşması necə təmin ediləcək? Bu, həqiqətən də üzərində düşünülməli bir məsələdir.